Bugün mövzumuz düşüncə, təfəkkür barəsindədir. İnşallah bizi sona qədər dinləyib dəstək olun. Söhbətimiz 6 qismdə olacaq. 1. Düşünmək, təfəkkür nədir? 2. Dində düşüncəyə olan baxış. 3. Qurani-Kərimdə düşüncə barəsində. 4. Düşüncənin mənbə və əsasları. 5. Necə düşünək? 6. Düşünməyin maneələri. İlk olan düşüncə nədir? İnsanın ruhu və zehnindəki ağlından istifadəyə düşüncə və ya təfəkkür deyilir. Bu prosesin xüsusiyyəti onun çox sürətli olmasıdır. Yəni o həddə ki, bir şey haqqında fikirləşərkən dərhal kənarında nəticə almaq olur. Misal üçün, İnsan bir anlıq dünyaya nəzər salanda baxır ki, dünyanı zülm, haqsızlıq, çətinliklər bürüyüb. Bu zaman insanın ağlı bunu düşünməyə vadar edir ki, bəs haqq ədalət hardadır? Bəs bunun axırı necə olacaq? Bəs Allahın vədələri hara getdi? O ki ədalətlidir. Dərhal ağıl insana bu fikri düşünməyi verir ki, xeyr, bu belə deyil. Elə bir aləm də olmalıdır ki, orada bunların tam əvəzi çıxılmalıdır. Hamı haqlarını tapmalıdır. Bu zaman olur ki, insan ağlı, düşüncəsi, təfəkkürü vasitəsilə məada, yəni axirət aləminə olan inamı nəticə çıxarır. Özü bu yəqinə çata bilir. Yəni həqiqətlərə çatmağa düşüncə ona çox kömək edir. Dində düşüncəyə olan baxış nədir? İnsanda düşüncə və ağıl insanın ən dəyərli varlığıdır. İnsanı başqa məxluqatlardan fərqləndirən yeganə xüsusiyyəti məhz düşünməsi və fikridir. İnsanı tanıtdıran onun ağlı və dərrakəsidir. Hz. Əli əleyhissalam da buyurur, əgər bir şəxsi tanımaq istəyirsənsə, imkan ver, danışsın. Danışmaq, dilə gətirilənlər də ağlından xəbər verir. İnsan beynində nəyi daşıyırsa, onu da dilə gətirməklə bilinir. Nə üçün dində insanın boynuna təklif gəlir, mükəlləf olur? Çünki Allah yalnız insana natiqliyi verib. Bunun vasitəsilə insan da haqqı batildən, səhvi düzdən ayıra bilir, düzgün düşünüb ifadə edə bilir. Bütün ilahi dinlərdə və ən əsası İslam dinində düşünməyə çox böyük önəm verilib. Hətta düşüncə daxili peyğəmbər adlandırılır. Yəni ağıl insanın hidayətçisi, ona bir növ yol göstərəndir. İslam dinində ibadətlər 3 yerə bölünür. 1. Əməli ibadət, yəni namaz, oruc, cihad və s. 2. İqtisadi ibadət, yəni xüms, zəkat, sədəqə və s. 3. Düşüncə ibadəti. Ağıldır ki, İlk və ən üstünü bu hesab olur. Məsələn, xalis, riyasız, doğruluq, əmanətdarlıq və s. Dini arqumentlərimizdə də rast gəlir ki, düşüncəli ibadətlər qat-qat düşüncəsiz ibadətlərdən üstündür. 2 rükət namazı düşünməklə, diqqətlə, xalisanə qılmaq, kör-körana düşüncəsiz 1000 rükət namazdan üstündür. İslam dini o qədər düşünməyə əhəmiyyət verir ki, şər'i hökmlərdə, imamın olmadığı dövrlərdə, müctəhidliyə çatmış şəxslərə təqlid edib, onların dediklərini etməyə tövsiyə etsə də, etiqadi məsələlərdə əsla buna icazə vermir. Məsələn, nələrdə? Üsulüddində. Üsulüddin, yəni dinin sütunu olanlar barəsində. Bunlarda 1. Tövhid, yəni Allahın təkliyi barəsində. 2. Ədl, Allahın ədaləti barəsində. 3. Nübüvvət, yəni peyğəmbərlik barəsində. 4. İmamət, yəni imamlar və vilayətlik barəsində. 5. Məad, yəni axirət barəsində. Bu məsələlərdə mütləq hər kəs özü ağlı ilə dərindən düşünüb nəticəyə gəlməlidir. Həqiqi, dini düşüncə heç vaxt fitrət və vicdanla müxalif olan bir şey deyil. Dini düşüncə sağlam, pak, dürüst düşüncədir. Nə ifratdır, nə də təfrit. Üçüncü vurğulayacağımız Qurani-Kərimdə düşüncə barəsindədir.
Quranda düşüncələri iki yerə bölmək olar. İnsanın özü haqqında düşünməsi üçün ayələr, insanın dünya və axirət barəsində düşünməsi üçün ayələr. Misal üçün Zariyat surəsinin 21-ci ayəsində Allah Taala özünü düşünmək barədə buyurur. Sizin özünüzdə də dəlillər vardır, məgər görmürsünüz? Yəni, sizin öz vücudunuzda cisminizin kəmiyyət və keyfiyyət baxımından hərəkətində, bədən üzvlərinizin quruluşunda, ruhun bədənlə əlaqəsinin necəliyində, onun bədən üzvlərinə hakim olmasında, ağılda və ruhun bir-birinə zid olmayan sifətlərində, nəsil artımında və ictimai əlaqələrinizdə də nişanələr vardır. Belə isə məgər həm zahiri və həm də qəlb gözü ilə bunları görüb düşünmürsünüz? Yəni, özünə baxmırsan, düşünmürsən ki, nədən yaranmısan, nəyə dönüşəcəksən? Düşünmürsən ki, bu varlığın nə üçün belə yaradılıb və ya bu varlığın hardandır və s. Digər cəhətdən Ən'am surəsi 32-ci ayədə Allah Taala dünya barəsində isə belə xitab edir. Dünya həyatı oyun və əyləncədən başqa bir şey deyildir və şübhəsiz axirət evi təqvalılar üçün daha yaxşıdır. Yenə də heç düşünmürsünüz? Yəni, insan nə qədər qəflətdə olaraq yaşayar? Oyan, bir düşün ki, bu gedişlə haraya kimi? Dördüncü sadaladığımız düşüncənin mənbələri və əsasları haqqındadır. Düşüncənin mənbələri tədqiqat və təcrübələrə əsasən 3 qismdən ibarətdir. Təbiət, tarix və insan. Düşüncənin qaynaqlanan mənbəsini bu ünsürlər təşkil edir. Düşüncənin əsasları isə 2 növdür: maddə və struktur. Maddə nədir? Yəni, nələrdən istifadə edib nəticəyə çatırsan. Buna deyilir möhtəva. Struktur bəs nədir? Yəni, həmin maddələri, möhtəva və müqəddimələri sıra-sıra düzgün düzüb nəticəyə çatırsan. Alınan son forma. Misal, biri yalan danışır. Yalan danışmaq nədir? Pis bir işdir. Bəs demək, o yalançı adamdır. Yəni, pis bir işin sahibidir. Demək, maddə və struktur vasitəsilə biz düşünərək düzgün yolla, düzgün nəticə əldə edə bilirik. 5-ci olaraq, bəs necə düşünək? Düşünmə formasının da 4 əsas xüsusiyyəti var. 1. Düşünüb düzgün nəticə almaq üçün dəlil və səbəblər açıq-aydın olmalı və səlis də olmalıdır. 2. Elmə arxalanmalıdır, boşuna olmamalıdır. 3. Dərin və faydalı olmalıdır. 4. İnaddan və ya tərslikdən kənar olmalıdır. İndi isə düzgün düşünməyin maneələri nələrdir? Bu barədə biraz söhbət edək. Düşünməyə mane olan bəzi amillər var. Məsələn, dəqiq olmayan məlumatlara əsaslanmaq, yəni güman etmək, nəfsani istəyə əsas və ya şəxsi mənafelərdən tabeçilik etmək, tələskənlik, tez hərəkət etmək, keçmişdəki fikirlərdən, yəni cahilliyyətdən tabeçilik etmək, yəni nəslimiz bu yolu gedib, belə düşünüb, demək belə də olmalıdır. Çoxluqdan itaat etmək, çoxluğa tərəf getmək, amma çoxluq düzgünlük mənasına gəlməz. Şəxsiyyətpərəstlik. Məsələn, biri Amerikanın prezidentini zahirən xoşlayır və onu da qəbul edir. Düşünür ki, o nə deyirsə, demək doğrudur. Fikrini yalnız hansısa şəxsiyyətə əsasən tamamlayır. Daha özü ətraflı düşünməyə ehtiyac duymur. Bu sadalananlar ümumi olaraq düşünməyə və doğru düşünməyə mane olanlardır. İslam Peyğəmbəri Hz. Muhammed sallallahu aleyhi və aleyhi və səlləm buyurur, 1 saat təfəkkür edib düşünmək 70 illik düşüncəsiz ibadətdən daha qiymətlidir. Bəs onda təfəkkür edək və Allahdan istəyək ki, bizi düşünən və sağlam təfəkkür edən, öz zəmanəsinin gedişatını mərifətlə tanıyan insanlardan qərar versin.